Zakladkaya gedəndə insan ən çox bilirsiniz nədən qorxur? Polisdən yox. Gedib zakladkanı orada tapmamaqdan qorxur. Mən bunu kitabdan oxumamışam. Bunu neçə illik təcrübəmə əsasən deyirəm sizə. İnsan zakladkaya gedəndə ən birinci qorxduğu, ən birinci fikirləşdiyi şey odur ki, görəsən həqiqətənmi oradadır? Mənim atdırdığım mal, patı və s. doğrudanmı oradadır? Baxın, insan, aslı insan, aktiv istifadədə həyatını yalnız o bükümlərdə, kiçik bir bükümlərdə kiçildir. Zakladka və s. Bunlar hamısı əslində insanın xarakterini dəyişmir. Sadəcə olaraq beynindəki prioritetlərini dəyişir. Ona görə dostum, çıxış yolu bugünkü gün yalnız 12 addım və psixoterapiyadır. Bizə müraciət eləyə bilərsən. Biz sənə kömək ola bilərik.